Gündəlik münasibətlərimizdə qarşı tərəf bəzən bizi tənqid edə bilir. Ya haqlı olaraq, ya da haqsız olaraq tənqidlər səsləndirir və biz adətən buna qarşı çıxırıq və ya müdafiəyə keçirik özümüzü, ya da ona hücum etməyə çalışırıq. Amma David Burns deyir ki, belə vəziyyətdə silahsızlandırma texnikası və yaxud da tərksilah etmə texnikasını işə salmaq lazımdır. Bu nə deməkdir? Yəni qarşı tərəfə birbaşa qarşı çıxmaq əvəzinə ya da özünü haqlı hesab etmək əvəzinə onun danışdıqlarında da bir haqlılıq payı tapa bilərsən. Və mütləqdir ki, ən azından 1% də olsa, neçə faiz də olsa, onun dediyində bir doğruluq payı ola bilər. Bunu aşkar etməklə ona ifadə etdiyimizdə özünü daha yaxşı hiss etməyə başlayır. Çünki artıq müdafiə keçməyə ehtiyacı yoxdur, sən onun düşüncəsini və duyğularını qəbul etmisən. Onunla razılaşmadığın məqamı da ona xatırlada bilərsən. Yəni sən bu məsələnin bu hissəsində həqiqətən doğru ola bilərsən və yaxud doğru olduğunu görürəm, amma mənə görə digər bir məsələdə problem var və mən bunu bu formada düşünmürəm dediyinizdə konfliktdən qaçmış olursunuz və qarşılıqlı olaraq razılığa gələ bilərsiniz əslində. Bu texnikanı mən özüm də çox istifadə edirəm və həqiqətən də insanı konfliktdən xilas edə bilir. Digər bir məsələ, bu texnika qarşı tərəfin tamamilə haqlı olduğunu demək və yaxud da təslim olmaq demək deyil. Yəni sən haqlısan mesajını vermək deyil. Sənin danışığında doğru olan bir tərəf də var deyərək münasibəti daha yaxşı bir yerə gətirməkdir.